Salam hörmətli izləyicilər. Bildiyiniz kimi İosif Vissarionoviç Stalin 30 il müddətində Sovet İttifaqına, Sovet dövlətinə rəhbərlik etmişdi. Kimin üçünsə Stalin diktator, kimin üçünsə layiqli bir dövlət rəhbəri kimi onun yaddaşında qalmışdı. Bu öz yerində, amma o da məlumdur ki, Stalin dövlət məmurlarına qarşı, zavod, fabrik direktorlarına qarşı çox amansız olmuş və onlara öz yerini göstərmişdir yeri gələndə. Belə ki, 1930-cu illərdə Kremlə üst-üstə gələn şikayətlərdən Stalin bezir. Belə ki, gələn şikayətlər nəticəsində məlum olur ki, Sovet İttifaqında istehsal olunan kibritlərin hamısı eyni vəziyyətdə, keyfiyyətsiz vəziyyətdədir. Bunu görən Stalin 15 kombinatın, kibrit kombinatının direktorunu Kremlə çağırır və onların hər birinin qarşısına fabrikində istehsal olunmuş kibritləri qoyur və onlara göstəriş verir ki, bir-bir yoxlasınlar. Yoxlanan zaman deməli kibritlərin hamısının keyfiyyətsiz eyni vəziyyətdə olduğu üzə çıxır. Biri deməli yanmadan tüstülənir, birinin kibriti kükürt hissəsi qopur, biri tüstülüyor, yəni isə keyfiyyətsiz vəziyyət olduğu üzə çıxır və Stalin burada onlara heç bir şey demir. Deməli direktorlara hər bir şey aydın idi. Çox keçmədən vəziyyət düzəlir və kibritlərin hamısı keyfiyyətli vəziyyətdə istehsal olunur. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.